Ağalar, Nissan Armada 2020'nin Armadasıdır. 85.000 mil probeglə 10.000 dollarla maşın girir müzayedəyə. Polnu full komplektasiya, 360 kamerası, radar parktroniki. Sol tərəfdə maşın bir təsadüfü var. Krilo lazım olacaq, təmirə də yararlıdır. Bir ədəd qapı lazım olacaq, yan güzgüsü. Salona gəldikdə rulun yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 4 çəkəndir, lüku var. Gördüğünüz kimi 2020. Bu da arxa oturacaqları. Geniş belə bir arxa oturacağı var. Maşın bu gün müzayedədir. Kim istəsə əlaqə saxlaya bilər. SL komplektasiya ilədir. Ağalar, Infiniti GX80 85.000 mil probeglə 5.500 dollarla maşın girir müzayədə. 360 kamerası, 4 çəkəndir. Maşın ön tərəfdən çatışmayan detalları var. Salondan ağdəri salondur, heç bir airbag atmayıbdır. Lüku var. 4 çəkəndir. Maşın bugün müzayedədə, gözəl qiymətə müzayedədən bunu almaq olar. Şasi nömrəsi burada qeyd olunubdur. Arxadan da ki maşın təsadüfsüzdür. Bedonarək maşındır. Kim istəsə maşın bugün müzayedədə, gözəl qiymətə müzayedədən alaq bunu sizlərə. Ağalar, Armada 2017-ci ildir maşın. Maşın 1700 dollarla girir müzayedəyə. 89.000 mil probeglə 360 kamerası var, radarı var. Təsadüfsüz maşındır. Bedona rəngdir. Qara dəri salonla, lüku var, 4 çəkəndir. Arxa tərəfdən maşında heç bir təsadüf yoxdur. Gördüyünüz kimi hazır, gözəl maşın. Ağalar, Mercedes G-Class G63 AMG 2025'dir. Maşın 142.000 dollarla bugün girəcək müzayedəyə. Gördüğünüz kimi təsadüfi ön hissədəndir. Bir dənə bamper lazım olacaq, bir də yan güzgüsü, bir də krılosunda kraskası olacaq. Krilo yenisən əvəz olmalıdır. Salona gəldikdə qara dəri salondur. Rulun airbagı, yan pərdə airbag, bir də şitin airbagı atıbdır. Lüku var, dəri oturacaqları. Bin kod burada qeyd olunubdur. 4 motordur. Maşının arxadan heç bir təsadüfi yoxdur. G550'dir maşın, G63 deyil, G550. Sağ tərəfdən də ki maşın təsadüfsüzdür. Kim istəsə əlaqə saxlasın. Ağalar, günümüzün gözəl Genesislərdən biri. Genesis G72 motordur. 2021'də 61.000 mil probeglə 9.500 dollarla maşın girir müzayedəyə. Maşında bir ədəd abritsovka, bufer lazım olacaq, bir dənə də faras. Kapot təmirə yararlıdır. Sol tərəfində heç bir təsadüf yoxdur. Qapılar bağlıdır maşında. Arxa tərəfdən də ki maşın təsadüfsüzdür. Sağ tərəfdən də ki heç bir təsadüf yoxdur. Sadə komplektasiyadır, arxa çəkəndir. Qara salonla. Bu da VIN nömrəsi. Qurtuluş qiyməti təxminən olacaq hardasa 12.000 dollara. Kia Sportage 2023 83.000 km probeglə 2.5 motor, ömrü plaka 9.500 dollarla maşın gecə müzayedəyə. Maşın təsadüfü sol qapısındadır. Maşına bir dənə sol qapı lazım olacaq. Qapısı açılmır. Deməli salondan yan pərdə airbag atıb, dəri oturacaqlarla təchizat olunubdur. Salonun gözəlliyi, sidenya qızdırıcısı, rul qızdırıcısı, panoramik lüku. Maşın bugün müzayedədə. Arxadan da heç bir təsadüfi var. Genesis 2016'nın Genesis'idir. Maşın bugün girir müzayedəyə. 86.000 km probeglə kareykadır, bedona rəngdir, təsadüfsüzdür. Heç nəyə yoxdur. Maşın gül kimidir. Start qiymətdəki 4.000 dollardır. Gözəl qiymətə bu maşın almaq olar. G380'dir. Genesis'dir. Hazır maşındır. Aldın, oturdun, sürdün. Salonun gözəlliyinə dəri oturacaqlar, panoramik lük, polnu full komplektasiya, sidenya qızdırıcısı, rulun qızdırıcısı, hər bir şey var. Arxa oturacaqların görürsünüz, sidenya qızdırıcısına kimi var, polnu full komplektasiyadır. Şasi nömrəsi burada qeyd olunub, bu fürsəti qaçırmayın. Bu maşını qaçırmayın, ağalar. Ağalar, 2022 Hyundai Palisade. Maşın bugün girir müzayedəyə. Maşın təsadüfi sol tərəfdən olubdur.
Deməli 2 dənə qapı lazımdır maşına. Polnu full komplektasiyadır. Kaligrafidir. Head-up display var. Panoramik lükdan. 360 kamera ilə də təchiz olunubdur. Maşın bu gün müzayidədə. Gözəl qiymətə almaq olar. Dəri oturacaqları, sideniya qızdırıcısı, soyuducusu, gördüyünüz kimi lüku, hər bir şey var. Kim istəsə əlaqə saxlasın. Allah göndərək, şirkət eləyək. Qalar Mercedes E350. Hamının soruşduğu, axtardığı Mercedes bu gün müzayidədə 2 motordur. 101 min yol qət edibdir. 10.500 dollarla maşın gir müzayidəyə. Polnu full komplektasiya ilə 360 kamerası var. Sağ sol tərəfdən bedona rəng təsadüfsüz. Gördüyünüz kimi E350 4matik. Hamının istədiyi Mercedesi tapdıq, çıxartdıq axırı. Sideni qızdıranı, memori paketi, dəri oturacaqları, elektron priboru, yeni rulu, ikili panoramik lüklandı. Maşın bu gün müzayidədə, bu da şasi nömrəsi. Kim istəsə əlaqə saxlasın, müzayidədən gözəl qiymətə bu maşını alaq sizlərə. Hyundai Palisade 2020-ci ildir. Maşın 9.000 doların gir müzayidəyə, 97.000 mil yürüyüşü var. Deməli təsadüfi sol tərəfdən də kırlosudur, subaçokudur, farıdır, bamperi alınacaq. Sonra arxadan qapı hissəsində o belə bir yüngül təsadüfi var, təmir olunacaq. Bagaj hissəsində heç bir təsadüfi yoxdur. Sol tərəfdən də ki, maşın təsadüfsüzdür. Salona gəldikdə qara dəri oturacaqlarından təchiz olunub, heç bir airbag atmayıbdır. Polnu full komplektasiyadır. Gördüyünüz kimi farası burada təmirə yararlı deyil. Lükudakı var. Maşın bugün müzayidədə, bu da şasi nömrəsi 2020-ci il. Kim istəsə əlaqə saxlaya bilər, gözəl qiymətə müzayidən alaq maşını.